Salamlar hər kəsə. Rayona toya getmişdik. Bu mənim kanalım üçün ilk vloqumda istədim sizlərlə bölüşüm. Burada toxuma olan bir hissədə görəcəksiniz. Bu nə üçündür? Mən toxuma işlərlə məşğulam, bilməyənlər də bilsin. Və xalam üçün təbii ki, sifariş qəbul etmişdim. Dedim tez bazar qoy, yolda vaxtım boş getməsin, elə hazırlayım. Təbii ki, yol üstü Heydər məscidində düşdük namaz qılmaq üçün. İndi sizə Heydər məscidinin içərisini göstərəcəm. Burada şişirdilmiş heç bir şey yoxdur. İlk videom üçün çox da professional bir vlog gözləməyin məndən. Sadəcə fikirlərimi bölüşürəm. Divarları falan belə rütubətli idi. İçəridə böyük bir listor olmağına baxmayaraq. Təbii ki, düzdür, mən namazımı qıldım, amma birazcıq əl gəzdirirsə düşünürəm ki, yaxşı olar. Namazı qıldıqdan sonra belə də bir istədim, pəncərələrini falan çəkim. İçərisi işıqlı idi. Görünüşü də çoxdan yaxşıdır. İndi isə yolumuza artıq namazdan sonra davam edirik. Yolumuz düşür Ağsu Piravalı deyilən yerdən. Ağsular varsa təbii ki, buradan görəcəklər. Palas meşəsi deyilən bir yer var. Bura bütünlüklə meşədir və həqiqətən də yəni çox qəşəngdir. Havası çox qəşəngdir, quşların cıvıltısı. Çayı və qutabı da dəhşət gözəldir. Düzdür, restoranın necə deyim, pikniki falan etmək üçün çox yaxşıdır, havası da təmizdir və qarşıda da belə bir təpəcikdən mənzərə seyr edə bilərsiniz. Əgər ki, gəzintiyə çıxarsanızsa. Biz bir çay sifariş verdik və çay da kəkliotulu idi. Mən dəhşət kəkliotulu çay sevirəm. Bu arada da özümdə samavar çayı qaynada bilirəm. Bəli, üstümə də yoxdur dərdim. Və qutablarını çox bəyəndik. Hərəmiz 2 dənə qutab yedik. Lakin anneciğim bir ədəd qutab yedi. Qatıqlarını deyim, qatıqları dəhşət gözəl idi. Hətta qayıdan başı Bakıya yenidən sifariş verdik. Qatığın tərkibində deyin ki, bir dənə qatığı var idi. Baxın, nə qəşəngdir. Yəni, yolunuz düşsə ala bilərsiniz. Yolcu yoluna gərək deyib buradan yollanırıq. Artıq gedəcəyimiz ünvana və gedərkən xalamın ad gününün də üstünə gedib çıxmış oluruq. Belə gözəl tort və çay süfrəsi var idi və mənim ən çox sevdiyim heyvan mürəbbəsi və samavar. Yenə də samavar. Deyəcəksiniz, bu qız nə qədər samavar içir. Neyim, sevirəm samavar çayını. Özümdə çayxoram. Bizdə genetika demək olar ki, çayxordur dəhşət. Və bu bağça xalamın yalançı cənnət bağçasıdır. Çox qəşəngdir, ciddən. Oranın bu havasını görüntüdən bilmirəmsə ötürə bilirəmmi, yoxsa yox. Amma dəhşət gözəldir də. Hansı gül, qızıl gül növü desəniz, yəni bu həyətdə var. Sağ olsun, qəşəng bir samavar çaydı, dəmlədilər, içdik, əyləndik, dedik, güldük. Keçirik əsas məsələyə, təbii ki, burada artıq toydayam. Rəfiqəmin mənim üçün hədiyyə etdiyi bu çanda toxuma əl işidir. Səhifəsinin Instagramını da burada sizə altdan tag edəcəm. Stone Art Eyes. Bu da bizim bəy və gəlinin tortu. Burada da artıq evə gəlmişəm. Faşlanıram özüm üçün. Storyaya falan atmağa şəkil video. Və sərşi günü Bakıya qaydırıq və bizim rayonun məşhur bir dənə neməti var, bamiyə. Gedənə mütləq yiyin. Yenə qaydan başı Palas meşəsində dayanmışdıq. Burada da çayla belə bir qəşəng video çəkmişəm. Heç nə yəni, çox gözəl bir 3 günlük istirahət keçirdim. Bakıdan birazcıq uzaqlaşdım. Müəyyən bir müddət idi istirahət etmirdim və işimdən dolayı məzuniyyətə götürməmişdim. Vlogumun sonuna gəldik. Təşəkkür edirəm məni izlədiyiniz üçün.